أليس الله بكاف عبدا. Bismillahirrahmanirrahim. Həqiqətən həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Ondan sonra ən gözəl salavat və salam onun elçisi olan Muhammedə, onun ailəsinə, ashabına, onların yolu ilə gedənlərin üzərinə olsun. Bundan sonra demək istəyirəm ki, əziz müsəlmanlar, əziz dinləyicilər, bizim silsiləli fiqh dərsimizdə bizim 3-cü dərsimizdir. Lakin dərsi keçməzdən əvvəl, keçən dərsimizdə biz sanki fiqhin tərifini verərkən, fiqhin istəyir lüğəvi yönümdən, istəyir şəri yönümdən, istəyir istilahi yönümdən tərifləri verərkən, auditoriya üçün yeni terminlər olduğuna görə anlaşılması sanki biraz zor ola bilər, biraz çətin ola bilər. Amma sizə bir qardaşyanı tövsiyə edim ki, bu dərsləri bir neçə dəfə dinləyərək Allahın izni ilə anlaya biləsiniz. Və kimin də bu dərslərdə keçən mövzu barəsində sualları olarsa, gözümüz, qaşımız üzərində yeri var. Dərslər barəsində suallarınızı yönəldə bilərsiniz. Onda deyim ki, fiqh imanı artıracaq bir dərslər deyil. Yəni, mənim imanım azalıb da qoy fiqhə, bu dərsə qulaq asım, imanım artacaq. Bunu da iddia eləmirik. Və demirik də ki, fiqh əlin arxası ilə itlənəcək və ya dəf ediləcək bir fəndir. Əsla, fiqh müsəlmanın həyatında əvəz olunmaz elmlərdən birisidir. Və sizi əmin edə bilərəm ki, əgər məsciddə bir qutu qoysaq ki, namaz qılanlar öz suallarını yazıb ora atsın və atsaq görərək ki, sualların 90%, hətta mən deyərdim 95%-i fiqh barəsindədir. Bu da həmin elmə olan ehtiyacdan dolayıdır. Biz demirik ki, insanların ən böyük ehtiyacı budur. İnsanların ən böyük ehtiyacı onların əqidələrini saflaşdırıb, niyyətlərini ixtilaslaşdırıb, dini yalnız və yalnız Allaha heç bir şərik qoşmadan ibadət etmələridir. Dində olan xurafatdan, şirkdən, bidətdən, küfürdən, bu kimi batil yollardan uzaq durub, öz əqidələrini saflaşdıraraq, dini yalnız, xalis olaraq Allaha qılıb ibadət etmələri fiqhdən də daha önəmlidir. Lakin müsəlmanların bugün ən çox duyduğu ehtiyac fiqhdir. Və ondan dolayı fiqh silsiləli dərslərinə biz davam edirik. Bugünkü dərsimiz fiqhin mərhələləridir. Keçən dərsimiz fiqhin tərifi idi, bu isə fiqhin mərhələləridir. Və gücümüz çatdığı qədər misallar verə-verə və rəsmi və yaxud elmi terminləri daha da yumşaldaraq auditoriyaya süzməyə çalışacağıq. O ki qaldı, demək, fiqhin mərhələlərinə gəldikdə, alimlər bu haqda danışarkən, istər fiqh, İslam fiqhinə giriş olsun, İslam şəriətinə giriş olsun, İslam fiqh tarixi olsun, təşri, yəni qanun qoyma tarixi olsun, bunların hamısı ləfz baxımından, sözlər baxımından müxtəlif olsalar da, hamısı eyni ünvanda danışmışdır, eyni mövzuda danışmışdır. Lakin onların bölgü üsulları fərqlənmişdir. Və bəziləri buna təşri tarixi və yaxud fiqh tarixi adlarını vermişdir. Təşri, yəni qanun qoymaq tarixi, bunun altını biraz açmaq istəyirəm. Təşri, şərrə, yüşərri'u təşri', hökm qoyma tarixi olaraq adlarını vermişdir. Bilmək lazımdır ki, təşri tarixi Allah Resulü sallallahu aleyhi ve sellem peyğəmbərliyin dövründə əhatə edir. Yəni, peyğəmbər olub da və vəfat edənə qədər olan dövrü əhatə edir. Müəlliflərin bölgüləri bu mövzuda müxtəlifdir. Bəziləri peyğəmbərlik dövründəki fiqh, bəziləri sahabi dövründəki fiqh, daha sonra tabiin dövründəki fiqh, Abbasilər dövründəki fiqh, məzhəblər dövründəki fiqhə ayırmışlar. Bəziləri də fiqhi 4 mərhələyə ayırmışlar. Uşaqlıq mərhələsi, gənclik mərhələsi, yetkinlik mərhələsi və qocalıq mərhələsi kimi ifadələri işlətmişlər. Və həmçinin fiqhin bəzi mərhələlərində durğunluq və təqlid mərhələsi, mərhələtil cumud, durğunluq mərhələsi və ondan sonra müasir dirçəliş mərhələsi kimi adlandırmışlar. Daha uyğun olar ki, bu bölgüdə tarixi və təsviri bir metod izləyək, heç bir hökm vermədən ki, bu durğunluq mərhələsidir, bu təqlid dövrüdür, belə bir hökm vermədən bu mərhələləri izləyək. Biz isə ekranda gördüyümüz kimi
sxemi, yəni fiqh mərhələsini 4 yerə bölmüşük. Birinci təşri mərhələsi, yəni qanun qoyma, vəhy ilə sabit olan qanun qoyma mərhələsidir ki, bu mərhələ yalnız peyğəmbərlik dövrünə aiddir. Allah Resulü sallallahu aleyhi və səlləmin vəfat etdiyindən sonra təşri mərhələsi başa çatmışdır. Bu da hicri təqvimlə 11-ci ili, hicri təqvimin 11-ci ilinə kimi davam etmişdir. İkinci mərhələ fiqhin məzhəblərdən əvvəlki mərhələsi. Bu mərhələyə əsasən sahabələrin dövründəki olan fiqh, daha sonra tabiin dövründəki fiqh, bir də ət-tabiin dövründəki fiqh. Və bu hələ də fiqh məktəblərinin və məzhəblərinin tam formalaşmayıb sabitləşmədiyi bir dövrü əhatə edir. Üçüncü mərhələ bizdə fiqhi məzhəblər mərhələsidir. Bu mərhələ məzhəblərin meydana çıxmasından başlayaraq indiki dövrə kimi davam edir. Və orada da ekranda göründüyü kimi bu mərhələ hicri təqvimin 1300 ilinə qədər olan dövrü əhatə edir. Dördüncü mərhələ isə müasir dövrdür. Bu mərhələni ayrıca qeyd etmək lazımdır ki, bu da təxminən hicri təqvinin 1300 ilindən bəri hal-hazırda 1448-ci ildəyik. Təqribən son 150 ili hicri təqvinlə müasir dövrü əhatə edir. Və bu mərhələlərin, 4 mərhələni saydığımız 4 mərhələnin hər birinin başlanması, qurtarması təxmini tarixlərdir. Lakin təşri mərhələsi istisnadır. Çünki o təşri mərhələnin bitməsi Allah Resulü sallallahu aleyhi ve sellemin vəfatı ilə sabit olubdur. Və onun vəfatının sabit olması da tarixdə belirli, hansı gündə vəfat edilməsi hər birimizə aydındır. Yerdə qalan 3 mərhələ haqqında biz konkret deyə bilmərik ki, filan ilin, filan günün verilən qərara görə və yaxud məsələn siyasi tarixdə olduğu kimi müəyyən bir qərara, bir fərmana görə filan məzhəb formalaşıb, filan kəsə görə filan məzhəb artıq irəli gedib, bunu demək həqiqətən çətindir. Əksinə məzhəblərin yaranması, inkişaf etməsi, formalaşması, sabitləşməsi tədricən zaman keçdikcə baş vermişdir. Bu səbəbdən də burada qeyd olunan tarixlər dəqiq deyil, təqribi tarixlər olaraq qeyd edilir. Əleyhissallahu bikafin abdən